Hər vaxtınız xeyirlər olsun. Salam komandam. Mən bu günləri sizə hədəflərə çatmaq üçün günü necə planlaşdırmaq, yəni lazımdır. Yəni bilirsiniz ki, hamımızın, yəni uşaqlıqda çoxumuzda pul bankası olurdu. Bura kiçik bir miqdarda, yəni ki, biz qəpik quruş atırdıq ki, istədiyimiz bu pul ilə qiymətli bir əşyanı alırdıq. Pul bankası nədirsə, gündəlik iş cədvəlinin nədir olmasına bənzər bir şeydir. Hər birimizin gələcəyə dair bir vizyonu var. Yəni onu uzaqdan yəni ki seyr etmək çox çətindir. Amma çətindir. Əgər xüsusilə sizin konkret bir planınız yoxdursa, qarşınıza qoyduğun məqsədlərə çatmağın ən yaxşı üsulu sizin kiçik gündəlik hədəflər halında parçalanır və bunları vərdişə çevirməkdir. Məsəl üçün, bir ovuc kəpik bu gün önəmsiz bizə gələ bilər. Amma vərdiş halında hər gün etdiklərimiz sizin həyatınızın keyfiyyətini, etdiklərinizi bağışlayın, yaxşı görsənmir, burada işıq düşür. Sizin etdikləriniz həyatınızın keyfiyyətini ciddi şəkildə artıracaqdır. Hər kəsin gündəlik fərqli vərdişləri vardır. Yəni ki, hər kəs özünün iş rejimi və gündəlik vərdişləri olur. Gündəlik vərdişlərimizə edilən bəzi əlavələr fərqli effektliyimizi və məhsuldarlığımızı göstərir. Məhsuldarlığımızı artıracaq. Zaman keçdikcə hədəflərinizə çatdıracaqdır. Bu 5 prinsip ilə gündəlik vərdişlərimizi yaxşı yöndə formalaşmağa kömək edəcəkdir. Yazın, yəni qeydiyyat etmək lazımdır mütləq. Deyim, birinci yazın, qeyd edin, dəyərlərinizi prioritetləşdirin. Yəni, dəyərlərinizi prioritetləşdirin nə deməkdir? Yəni, prioritet nədir? Prioritet dedikdə hər hansı bir fəaliyyəti həyata keçirməkdə ilk görüləsi, yəni birinci həll nədir? Olması, ediləsi bir iş və ya öhdəlik nəzərdə tutulur. Yəni siz hər bir hədəflərinizi, yəni dəyərlərinizi, sizin həyatınızda nə dəyərləriniz varsa, onu öhdəliyə salmalısınız mütləq. Uğur anlayışı onun ardınca qaçan şəxslər qədər fərqlidir. Ancaq bütün uğurlu şəxslərin önəmli ortaq nöqtəsi vardır. Ortaq nöqtəsi stratejik olaraq həyatlarında olan şeyləri önəm sırasına görə prioritetləşdirirlər. Bu o deməkdir ki, gündəlik vərdişlərimizi yaratmadan öncə sizin üçün ən dəyərli şeyləri müəyyən etməlisiniz. Birinci addım olaraq bunlardan nədir? Başlayın ki, müəyyən vaxt sərf edib sizin önəmli, dəyərli şeylərin sıralanmasını edin. Yəni ki, biz məqsədlər siyahısını yazmırdıq. Yəni, bu da onun kimi bir şeydir. Yəni ki, dəyərlərinizi sıralandırmaq lazımdır. Və dəyərlərimizi sıralandırdıqdan sonra onları gün və ya həftə ərzində nə qədər vaxt sərf edə biləcəyini
edə biləcəyini qərar verin. Yəni ki, məqsədlərin qabağında günü, ayı, tarixi yazmaq lazımdır ki, yəni siz buna nə qədər sərf edəcəksiniz, vaxt sərf edəcəksiniz. Yəni mən bu günləri, yəni bu yeməyi bişirəcəyəm və bu saatda necə bişirəcəm? Yəni günü, saatı dəqiqləşdirirəm, sonra ondan da sonra mən bu işin dalınca mən bax gedəcəyəm. Hansı saatda? Yəni öz dərlərimizi gərək mütləq, yəni sıralandırmaq və onların, yəni qabağında günü və yəni tarixi mütləq qeyd eləmək lazımdır. Misal, sizin üçün ən dəyərli şey, məsəl üçün sağlam və fit yəni qalmaqdırsa, yəni ki sağlam olmaqdırsa, siz idman yəni edirsinizsə, onu da yəni gündəlik, yəni hədəflərinizə mütləq salmalısınız. Əgər həyatınızda ən önəmli bir şey biznes qurmaqdırsa, xüsusən də bizim biznesimizi ailədir, dostlardır, əyləncədir və s. kimi şeylər sizin vaxtınızı yəni almamalıdır. Şəxsi yəni prioritetləriniz müəyyən etmək sizə gündəlik rutininizi qalmağa yəni motivasiya verir və önəm sırasına növbəti sıralarda olan şeylər etməyə imkan verir. İkinci, yazın. Səhər rutini formalaşdırın. Səhər rutini formalaşdırın. Yəni bir çox məhsuldar insan üçün səhər tezdən oyanmaq və səhər o rutinləri etmək yad olan bir şey deyil. Yəni bunu bilmək lazımdır ki, deyim sizə, oyanmaq və yatmaq üçün mükəmməl vaxt, yəni hər insana, yəni ki, mükəmməl vaxt yoxdur. Sizin səhər zənginiz sizin fərdi gündəlik rutininizə görə dəyişə bilər. Məsəl üçün, yəni ki, siz, yəni ki, elə insan var səhər 8-də durur, elə insan var səhər 9-da durur, ya da 11-də durur. Amma yenə də öz gündəlik, yəni ki, planlarını, sıralanmasını eləyir. Mütləq eləməlidir. Sonra sizin üçün gün nə vaxt başlayır, önəmli olan gündəlik işlərinizə yuxudan oyanma vərdişləri əlavə etməkdir. Yəni siz hər gün eyni vaxtda yəni dursanız, bu sizin vərdiş halına salınacaq. Yəni eyni vaxtda yeməyiniz bişəcək, eyni vaxtda siz nədir, öz biznes haqqında, yəni ki, ya nədir, işə gedirsiniz, ya yəni evdə əgər öz biznesinizi yəni onlayn şəklində yəni qurmusunuzsa, yəni evdə oturub öz nədir işinizi görə bilərsiniz. Yəni saat ayırmaq lazımdır. Mütləq saat ayırmaq lazımdır. Üçüncü, yazın. Ən vacib işlər tərtib et. Yəni ən vacib işlər tərtib et nə deməkdir? Sizin məqsədlərinizə xitab etməyən gündəlik işləriniz mütləq ki olacaqdır. Yəni zənglərə cavab verməkdir və s. Əmin olun ki, bu işlər sizi əsas məqsədinizdən uzaqlaşdırır. Əsas məqsədinizə xidmət edən şeyləri gündəlik plan olaraq qeyd edin. Yəni ki, hansı ki sizi əsas məqsədinizdir, onları gündəlik olaraq yəni qeyd eləmək mütləq vacibdir. Hər həftə işlərinizi planlaşdırmaq lazımdır. Yəni qarşınıza qoyduğunuz hədəflər haqqında düşünmək lazımdır. Yəni mən bu həftə bunu eləyəcəyəm, mən bu həftə bu rangı mən qazanmalıyam, bu həftə mən bu qədər bal yığmalıyam. Yəni bu həftə mən yəni hər gün bir nəfər mən dəvət, yəni nədir, ofisə dəvət etməliyəm. Yəni birini heç olmasa
həftədə 3 nəfəri qeyd etməliyəm. Yəni bunları siz nədir haqqında yəni düşünməlisiniz. Sizi bu istiqamətdə saxlamaq üçün nə lazımdır? Sonra isə ən vacib işi müəyyən edin. Siz hədəfinizə doğru gedən yolda nəyin ən vacib olduğunuzu bildiyiniz zaman digər önəmi daha az olan işlərə daha az vaxt sərf edəcəksiniz. Yəni ki, siz görəcəksiniz ki, bu nədir, iş sizin üçün, yəni ki, plan halında gedirsə, o birisi lazımsız nədir, işlərə siz önəm bundan sonra verməyəcəksiniz. İşlərinizi planlaşarkən ən çox diqqəti və məhsuldar olduğunuz zamanlarına ən vacib işlərinizi salın. Ən vacib, kifayət qədər təcrübə göstərir ki, insanların iş görmə qabiliyyəti saatlara görə dəyişir. Yəni, ən uğurlu insanlar, yəni ki, uğur qazanan nədir? İnsanlar, onlar, yəni bu, yəni hərəkət eləyirlər və öz gündəlik həyatlarını, iş görmə qabiliyyətlərini saatlara bölürlər. Sonra dördüncü yazın. Normalda diqqətinizi yayındıran şeylərə öncədən vaxt ayırın. Yəni, normalda diqqətinizi yayındıran şeylər nədir? Yəni, sosial şəbəkə. Yəni, çalışaq ki, bu sosial şəbəkədən biz bir iş kimi, yəni ki, istifadə edək. Yəni ki, siz sosial, yəni ki, vaxtınızı boş yerlərə sərf etməkdənsə, ondan bir iş kimi istifadə etsəniz, yəni bacarığınız nədir olmalıdır. Yəni götürək bizim sağ olsun, yəni xanımlar, iş xanımlarımız, yəni ki, öz vaxtlarını, yəni ki, canlı, yəni bu biznes haqqında canlı açıb, yəni məhsullar haqqında insanlara məlumat verirlər. Yəni ki, onlar, yəni bu boş yerə TikTok'a baxınca, yəni onu iş rejiminə çevirirlər. Sonra fasilələr 5-ci yazın. Fasilələr əlavə etməlisiniz. Mütləq həyatınızda fasilələr olmalıdır. Bu fasilələr nə üçün lazımdır? Yəni çalışarkən vaxtaşırı fasilə etmək, yəni ki, yaradıcılıq və strateji yəni düşünmək fəaliyyətinizi artırır. Yəni ki, bu iş yəni saatlarından əlavə fasilələr öz yəni rəfiqələrinizlə, dostlarınızla, yəni ki, dostlarınızla siz yəni bir süfrədə oturursunuz, yəni bir yerdə yeyib içirsiniz, ya yəni ki, gəzinti keçirirsiniz, bir şey eləyirsiniz də, yəni həmin dəqiqə siz mütləq də bir ideyalar bir-birinizə verə bilərsiniz. Yəni ki, bu iş barədə, yəni iş dostlarınızla bir əyləncəli bir məsəl üçün vaxtınızı fasilə, yəni ki, sərf edəndə həmin bu işin və gələcəyinin, yəni hədəfə çatmaq üçün bir sizə ideyalar, yəni verə biləcək. Ən yaxşı şəkildə günün yəni planlanmaq və bunu vərdiş halına salmaq üçün sizin ən deyim sizə yaxşı bacarığınız olmalıdır. Yəni düşünün ki, bu vərdiş sizin yəni siz gündəlik bu gün bu pul bankasına atdığınız investisiyadır. Yəni onun kimi bir fikirləşin də, toplanması və nəticə verməyə müəyyən qədər vaxt tələb edə bilər. Ancaq yəni uzun bir müddət, yəni bu nəticə uzana bilər. Yəni ki, vaxt sərf elə bilər. Amma sonu hədəflərinizi yaxşılaşdıracaq. Siz yəni uğura çata biləcəksiniz. Məsəl üçün bizim indi mənim məsəl üçün
10 minə çatmaq üçün mənim hədəfim, mən bunu plan nədir üzrə bölmüşəm. Yəni ki, bu 10 mini bölürəm mən 30 günə, gəlir 400 bal. Bu 400 balı sən tək özün eləmirsən. Yəni götürürsən bir banka, yəni ki, istəyirsiniz bir dənə qutu, yəni gündəlik edəcəyiniz balı bölün. Yəni bölün və onu komanda ilə birlikdə, yəni əgər sizin komandanızda 2500 əgər yəni ki, rangını olan, yəni mütəxəssis varsa, bir də 1000 varsa, onlar yəni bölünəndə sənə yəni az sayda qalır. Yəni bal. Sən onu, yəni komanda qarışıq, sən onu gündəlik nə qədər bal edəcəyini sən onu bölüb hər gün edəcəyən balı sən onu bankaya atsan, özün görəcəksən ki, birinci günü, ikinci günü sənə çətin gələ bilər. Amma onu dalbadal vərdiş halına salsanız, özünüz görəcəksiniz ki, çox rahat olacaq sizin üçün. Yəni onu gündəlik halına bölsəniz, tək 10 min deyil, yəni 1000. Yəni ki, hətta təzə gələn insan üçün 200 bal eləyən üçün də o gündəlik, yəni ki, 30 günə böləndə onun üçün o, yəni ki, 10 manat nədir pul qalır da gündəlik orada. Yəni 10 bal qalır. O 10 bala bir dənə məsəl üçün diş pastası ya 2 dənə çay məsəl üçün satsa, yəni reklam eləsə, satmaq məcbur deyil. Yəni reklam eləsə, onu bir müştəri gəlib alsa, o onun gündəlik, yəni vərdişinə, yəni planı gəlir çıxır. Yəni məndən budur. Yəni suallarınız varsa, yəni verə bilərsiniz. Yəni siz gündəlik, yəni ki, həyatınızı, yəni gündəlik günlərinizi, gündəlik planlarınızı yəni bölürsünüz ya yox. Siz səhər yəni neçədə durursunuz və işinizi və necə bölürsünüz? Bunu yəni ki, mən maraqlanıram. Yəni kim eləyir bunu? Yəni mən bölürəm. Mən hər gün öz gündəlik planımı bölürəm. Yəni ki, durma vaxtımı, məsəl üçün bugün əgər mən 8-də mən dururdumsa, məsəl üçün sabahsı günü mən nədir planlaşdırıram, 6-da dururam. Yəni olur belə bir şey. Ondan sonra öz, yəni ki, iş rejimimi, yəni mən bölürəm. Yəni qeydlər apardınız hamınız. Məlam. Yazmaqla da yox, yəni səslə də deyə bilərsiniz. Kim qeydlər apardı bunları? Məlak xanım, yazdır Məlak xanım. Hə. Yəni sizə çətin gəlmədi ki, bunu eləmək? Evet, o birisi de yok. Hə, deyə bilərsiniz. Suallarınız var? Yəni kimin sualı varsa verə bilər. Mən cavab verə bilərəm. Hamı gizlənib. Biznesdən söhbət gedəndə hamı gizlənir. Hətta görüntüləri də bağlayırlar. Elmə xanım, sualın var?
Akşamınız xeyir olsun. Ee, Hər vaxtınız xeyir. Əşrəf Ağamın komandasındayım. Və belə bir Çox sual. gözəl. Tanıdım. Xoş gördük. Xoş gününüz olsun. Xeyirli axşamlar Sağınız olsun. olar. Bəli. Elə ki, mənim hal-hazırda, yəni aşidə məsələn xanımlar çoxdular, Öydər xanımlar da. Yəni onlar üçün məsələn siz dediyiniz Buyurun. rejim məsələn belə gündəm. Onlar üçün daha məsələn iş görməsən daha indi mən özümdən götürürəm. Mənim səhər düzdür öyrəşmişəm standart vaxtda dururam. Eyni vaxtda dururam, 8-də dururam, 9-da işə gedirəm məsələn. Mənim iş rejimim düzdür biraz azad iş olsa belə yəni özüm yönəldirəm deyə yəni işimin vaxtı var da. Səhər məsələn 9-dan axşam saat 6-7-yə kimi mənim iş vaxtım olur. Ondan savayı mənim məsələn müştərilər məsələn olub Sibirdən yox, amma mənim şəxsi öz biznesimdən müştərilər olur və onlarla görüşmələr təşkil edirəm. Siz dediyiniz kimi həmin vaxtı ayırmağı məsələn məhz ki iş gündə iş üçün belə götürək də mənim elə ki ikinci məsələn iş planım kimi götürsəm gərək onun üçün vaxt ayırım. Bəli. Heç olmasa Başqa 1-2 saat ya da 1 saat olmalıdır vaxt. Bu bəli. biznes. Bu biznesin vaxt ayırıram. Məsələn, axşam işdən gəlirəm. Məsələn, onun üçün bir müəyyən vaxt ayırıram. İş arası da yəni ortada məsələn boşluqlar olur ki, hansı bir istirahət boşluqları. Həmin istirahət boşluqlarında çalışıram ki, nəysə zənglər edim, kiməsə bildirişlər edim də. Yəni bu haqda nətər mən planlaşdırma eləyə bilərəm ki, ya imенно axşam ayırmaq yox, beləsinə ayrı nətər plan qura bilərəm bu barədə? Deyim sizə, mən bayaqları dedim ki, hətta fasilələrdə sizə ideyalar gəlir. Siz həmin vaxtda, yəni fasilə keçirirsiniz. İndi sizin istirahət vaxtınızdır. Yəni istirahət vaxtınızı, yəni ki onu sərf eləyin. Yəni ki, necə deyim, o onlayna, yəni baxdıqca, seyrincə bu nədir, TikToka baxdıqca, yəni vaxtınızı onlara sərf nədir etdikcə, vaxtınızı o fasilələrdə, yəni ki, iş yəni ki, rejiminə çevirə bilərsiniz. Yəni ki, həmin istirahətlə birlikdə, deyim də sizə, bizdə belədir. Biz, yəni ki, istirahətə gedəndə, yəni komanda şəklində belə olanda, yəni ki, biz həmin istirahət vaxtı biz əlimizdə telefon bizim həm də iş saatımız olur. Hara gediriksə o telefon bizim işimiz olur. Yəni komanda əgər sən yaradırsansa, sən onlarla mütləq, yəni müştərilərlə həmin hətta fasilələrdə də, yəni ki, onlarla müzakirə elə bilərsən, nəysə onlara tapşırıq verə bilərsən, onlara yəni məsləhət verə bilərsən. Yəni az vaxtda belə sərf də olsa olur. Eləyə bilirsiniz. Çünki bizim, yəni ki, hara gedəndə, yəni ki, biz istirahətə gedəndə özümüzlə birlikdə bizim işimiz də gedir. Yəni bizim işimiz dayanmır. Bizim bu biznesimiz o qədər gözəldir ki, yəni ki, istirahət də edəndə də dayanmır, yatanda da dayanmır. Hətta yəni ki, dostlarla nə görüşəndə də dayanmır. Yəni ki, onlara biz bir neçə dəqiqə də olsa, saat da olsa ayıra bilirik. Yəni bu iş gedir. Özünüz onu bölün və siz məsəl üçün hansı rangı siz eləmək istəyirsiniz, siz məqsədinizə qoymusunuz ki, hansı rangı eləyəcəksiniz. Siz hal-hazırda yəni BT 200-dəsiniz, qardaş. Bəli, bəli. Ay, sağ ol. İndi sizin məqsədiniz olmalıdır ki, BT məsəl üçün 1000. Yəni hazırda yəni xırda pillələrlə yəni ilk mərhələ məsələn BT 1000-dir. Yəni Ay, sağ ol. O BT 1000-i bölürsüz 30 günə. 30 günə nə qədər bal düşür onu da yəni həmin saata, məsəl üçün bu saatda mən bu adama heç olmasa bir dənə mən çayı məsləhət görə bilərəm, ya bir dənə maqnini görə bilərəm.
Olur, mütləq olur. Siz bir dənə heç olmasa adi cinki də məsləhət görüb, o yəni ki planınızı doldura bilərsiniz. İş yəni rejiminizi doldura bilərsiniz və həmin günü də vərdiş halına düşürük. Bugün etdiyiniz sabahsı gündə edirsiniz, o birisi gündə edirsiniz eyni vaxtda. Bir də görürsünüz ki bu sizdə vərdiş halında olur, sizi yormur. Ne var sizi iş yani ki həyat tərzinə çevirir, həyat tərzinə. Sizə bu xoş gəlir. Həmin hətta fasilədə sizin qazanmağınız sizə xoş gələcək. Yəni məni anladınız? Aynen. Belə çıxır ki, yəni özümüzü adət halına öyrəşdirməyi, adət halı edib, yəni gündəlik məsələn hər telefon zəngindəmi, hər kimləsə söhbət edəndəmi onu iş rejimində elə. Qonaqlığa gedirsinizsə, əgər siz istirahət, yəni kimsə sizi dəvət edirsə, orada da siz bu biznesi, yəni ki, idarə eləyə bilərsiniz. Yəni bir kiçik bir reklamla oturursunuz qabağınızda, əgər çörək yeyirsinizsə, yəni qabağınızda sizin öz yəni vitamininiz olur, sinkiniz olur. Orada reklamdır. Siz orada bir də sink sattınız, bu sizin gündəlik balınızdır. Şu. Teşekkür ederim. Buyurun. Sonra suallar kimin var? Yəni kimə çətin oldu? Yəni belə baxanda çətin deyil, asandır. Yəni özünüz asanlaş. Yəni ki bəzi nədir insanlar deyim ki, bonus halında yaşayırlar. Səhər istədiyi vaxt dururlar, istədiyi vaxt yeyirlər, içirlər. Heç hətta belə eləyir, ay da mən çatdıra bilmədim bu işi görməyə. Mən eləyə bilmədim. Yəni görmüşəm belə bir şeylər. Yəni ki eyni şey səhər də təkrar eləyir və məqsədləri yoxdur həyatda. Və söhbəti də onun bunun söhbətini eləməklə gedir vaxtı. Başa düşdünüz? Və həyatda da bir dənə deyim sizə, irəliləyiş olmur o insanın. Heç vaxt ola bilməz. Əgər siz hədəfə çatmaq üçün çatmaq istəyirsinizsə, mütləq sizin gündəlik planınız, yəni gündəlik rejiminiz olmalıdır. Səhər durağından axşam yatana kimi. Mütləq. Mənə gəldi ki, hamı anladı. Belə demək olar, Aydan xanım, bizim üçün. Yəqin ki, anladı. Axşamınız xeyir olsun bir daha. Burada Aydan xanım da bir sual verib ki, bu metodla bir aya 1000 bal etmək olar. Bəli, olar, eləyirlər də. Eləyirlərdi. Mən Xədicə xanıma plan qoymuşdum. Plan qurmuşdum ki, sən 1000 bal eləməlisən. Onun komandasında da Arzu xanım da idi. Mən böldüm. Ona bu qədər düşür, sənə bu qədər düşür. Sənin komandanda, yəni müştəri və hansısa bir yəni xanıma da, yəni bu qədər düşür. Amma istəyirsənsə 2500-ə çatmaq üçün əlavə insanlar gətirməlisən. Yəni dəvətlər eləməlisən. O sözə qulaq asdı, yəni dəvət də elədi. Yəni belə bir şey oldu. Yəni o bu planla getdiyinə görə, yəni hətta bu Xədicə xanım 3 ay 1000 balını yəni tamamladı. Öz məqsədinə, yəni belə son günündə də nə olsa onu yerinə yetirdi. Amma belə baxanda mənə gəlir ki, Xədicə xanıma çətin olmadı. Bəli, axşamınız xeyir olsun Mələt xanım. Bəli, əvvəllər mən bilirsiniz ki, çalışıram, bir online'da operator çalışıram. Yəni həftədə 6 günü bizdə iş idi. Yəni mənim üçün biraz çətin idi. Amma indi 5 günlük iş günü keçdiyinə görə, yəni günümü səhərdən qəşəng planlaşdırıram. Yəni falan saatda ayılıram. Hansı saatda nə etməliyəm? Yəni onu mən özüm üçün yəni bir plan cızmışam həqiqətən də. Yəni təlimlərə gəldikcə görürsən ki, bilmədiyin çox şey var. Yəni çox şey öyrənmək olur. Yəni indi mənim üçün biraz şükürlər olsun ki, asandır 1000 balı yəni eləmək. Ona görə təşəkkür edirəm. İndi hədəf nədir? Bizim hədəfimiz.
Yəni bu gün fikirləşdim ki, 2500. hədəf 2500 olmalıdır. İnşallah Evet, görək evet. qismət. 2500. Ve sabahtan bizim planımız olacak. Yani Hatice Hanım, ben plan vereceğim size. Siz gündelik İnşallah, hə. plan etmelisiniz. Komanda da Həqiqətən də çox istəyirəm səmərəli istifadə edim vaxtımdan və buna nail oluram şükür Allaha. Yəni biraz da çalışacağam ki, daha böyük uğurlar əldə edim və siz də mənə bu yolda kömək edəsiniz. Təşəkkür edirəm. Çox sağ olun Məlahət biz xanım. rehberler bunu eləməliyik. Yol göstermeliyik. Bəli, mütləq istəyirəm. Aydan Hanım. Bir şey vurğulamaq istəyirəm. Hə. Ümumiyyətlə planlı yaşamaq, planla işləmək məqsədli insanların belə deyək də həyat tərzidir. Ümumiyyətlə insanlar ki, iki qrupa bölünür, məqsədli və başqalarının məqsədi üçün yaşayanlar. Amma inanın ki, hətta başqalarının məqsədi üçün yaşayan insanlar belə məcburən də olsa planlı şəkildə işləyir. Məsələn, hər hansısa bir işdə işləyirsə, müdürlü bir işdə işləyirsə, o işə getmək üçün xüsusi saatları var da. Ürəyi istəyəndə durub getmir ki işə. Bəlli bir iş saatı var bu adamın ki, məcburdur ki, o gününü o cür planlaşdırsın. Filan saatdan filan saata kimi işlədi. Ondan sonra da gəlir, yəni ancaq və ancaq uzaqbaşı evində 1-2 saat vaxt keçirməyə bu adamın vaxtı qalır. Amma bəs nəyə görə öz məqsədi üçün, yəni öz məqsədinə çatmaq üçün həyatını arzulayan o insanlar ki var ki, yəni dildə deyir ki, mən məqsədliyəm və öz məqsədlərim üçün çalışıram, amma bunlar planlı şəkildə qurmur öz həyatlarını. Deməli, vərdiş halına gətirməliyik. Bizim problemimiz odur. Biz vərdiş halına gətirməliyik, planlaşdırmalıyıq günümüzü və planlaşdırdığımız o plana əsasən hərəkət eləməliyik. Bayaq Fuad müəllim bir dənə söz işlətdi, ümumilikdə belə bir söz işlətdi ki, məsələn, mən planlaşdırıramsa hər hansısa bir işləri görüm, günün sonunda, məsələn, tutaq ki, 5 şey planlaşdırmışam, onun 3-ünü eləyib, 2-sini eləyə bilməmişəmsə, o içimdə bir qəribə bir hiss olur, bir duyğu olur ki, o duyğu məni narahat edir ki, o ikisini mən niyə bugün həyata keçirtmədim? Artıq o ikisini həyata keçirdə bilməyəndə, axı sabahın üstünə gəlir, sabahki günün üstünə gəlir. Ona görə çalışın ki, yəni, ümumiyyətlə vərdiş halına alasınız. Planlı şəkildə yaşamağı, planla işləməyi, hər bir şeydə belədir. Yəni bunu bizim bütün komanda olaraq bir dənə belə vərdiş halına ala bilsək, ondan sonra həqiqətən hər şey çox qəşəng olacaq. Yəni bir də gördünüz ki, biz hamıdan çox irəli getdik. Yəni bir də hətta insan gözlənilmədəni bir də görür ki, uğura çatır. Yəni ki, bizim üçün indi çətindirsə, sonra bizim üçün yəni çətin olmaz, asan olacaq bu iş. Düzdür. Can. Daha deyəsən suallar yoxdur. Hamı deyəsən planlı şəkildə görür iş. Bizim kimi. İnşallah. Yəni İnşallah. inanıram ki, elə olacaq. Bəli. Çünki bu mövzu Olacaq. çox maraqlı bir mövzuydu. Məlahət xanıma da təşəkkür edirik bu mövzu üçün. Düzdür, həyəcandan özümə güzgüdə baxırdım. Görəsən, güzgünün qabağındayam. Çünki sizi görmürdüm deyə məcburiyyət qarşısında güzgüdə bax. Hamı bağlamışdı sifətlərini, indi açıblar. O Vüqar müəllim deyirdi, güzgüyə baxıb danışmaq lazımdır. Mən də güzgüyə baxdım, danışdım bir sözlə. Həm özümü görürdüm, həm də buradan görürdüm. İki tərəfli. Həyəcandan məcbur idi. Bax, indi açırlar, hamı indi açır. Esmirə xanım da indi açır. Çox gözəl. Olsun belə. Daha sualınız yoxdursa, yəni bitirə bilərik. Axşamın xeyir Məlahət xanım. Mən açdım ki, baxım, görüm hamısı oradadır. Dedim, görüm hamısı oradadır, açım kameranı. Gördüm, heç kəs yoxdur, siz təksiz, mən də ona görə açmadım. Dedim, bəlkə mane oluruq deyənə ona görə açmadım. Üzülü sayın, bayaqdan oturub qulaq aslam. Siz düz deyirsiniz, proqramalı şəkildə məsəl üçün durub, səhər tezləndən, məsələn, bax qoyursan gözə, durub bunu eləyəcəksən, ofisə gedəcəksən, buna zəng edəcəksən, ona zəng edəcəksən, doğrudan da yaşlı alınır, axı yaşlı alınır. Çox sağ olun. İnşallah olacaq. Hamımız planlı şəklində işimizi quraq. Sabahdan, yəni ki, bu günləri köhnə tarixə, yəni ballarımızı vurduq və çoxumuz da, yəni təzə tarixə də vurduq. Yəni sabahdan plan, yəni rejimində olaq. İnşallah. İşimiz uğurlu olsun, hədəfimiz güclü olsun. Yəni ki, və tez məqsədimizə çataq. Allahın izni ilə. İnşallah.
Sağ olun, çox sağ olun.